Bugün İsrail, ABŞ, İran savaşı ilə maraqlananların çoxu belə düşünür ki, mübarizə əsasən Hürmüz boğazında gedir. Bu qənaətin yaranması təsadüfi deyil. Çünki informasiya axını sanki məhz bu boğazdan keçir. Amma mən belə düşünmürəm. Bəli, Hürmüz boğazı neft başda olmaqla strateji məhsulların hərəkəti üçün olduqca əhəmiyyətlidir. Lakin sual yaranır. ABŞ İrana hücum etməzdən əvvəl bu riskləri hesablamamışdımı? Əlbəttə hesablamışdı. Ağ ev nə kardır, nə də kör. Ona görə də Hürmüz boğazının bağlanmasını mən İranın güc nümayişi kimi yox, əksinə çıxılmaz vəziyyətdə atılmış xaotik addım kimi qiymətləndirirəm. Başqa sözlə, savaşın səthi qatında proseslər Hürmüzdə gedir. Kimi görünə bilər. Amma pərdənin arxasında əsas məsələ tamam başqadır. İranın gələcəyi və bölgədə yeni güc balansının qurulması. İlk baxışda elə təsəvvür yarana bilər ki, İran vəziyyəti gərginləşdirərək qlobal iqtisadiyyata təsir göstərir və ABŞ-yə təzyiq yaradır. Amma reallıq fərqlidir. ABŞ-nin Hürmüzdən keçən neftə ciddi ehtiyacı yoxdur. Problemi daha çox Körfəzdən enerji asılılığı olan ölkələr yaşayır. Bu isə Vaşinqton üçün əlavə rıçaq deməkdir. ABŞ faktiki olaraq dünyaya mesaj verir. Qlobal ticarət yolları heç bir ölkənin iradəsinə tabe ola bilməz. Burada əsas məsələ Hürmüzü kimin bağlayıb, kimin açması deyil. Əsas məsələ odur ki, ABŞ bu böhran vasitəsilə yeni qaydalar formalaşdırır. ABŞ-nin məqsədi İran ərazisini işğal etmək də deyil. Vaşinqton Tehranın ostanlarına bayraq sancmaq istəmir. Onun hədəfi daha stratejidir. 1. İranı regional təhdid statusundan çıxarmaq. 2. İran üzərində öz nüfuzunu bərpa etmək. 3. Qlobal liderliyini uzunmüddətli perspektivdə möhkəmləndirmək. Bu səbəbdən ABŞ bölgədə işğal siyasəti yox, prosesi yaratmaq siyasəti aparır. Bu siyasət qarşısında İran çox ciddi daxili problemlərlə üz-üzə qalır. Ən təhlükəli məqam institusional parçalanmadır. Ali rəhbərlik ətrafında qeyri-müəyyənlik, siyasi və hərbi strukturlar arasındakı ziddiyyətlər, qərarvermə mexanizminin dağılması, bunların hamısı dövlətin daxilində dərin çatların formalaşdığını təsdiq edir. Prezident Məsud Pezeşkiyan İran elitasındakı ziddiyyətlər fonunda təsirsiz görünür. Bu isə sistemin funksional olaraq parçalandığını göstəricisidir. Digər tərəfdən, müxtəlif güc mərkəzlərinin, dini elitanın, hərbi strukturların və siyasi administrasiyanın fərqli istiqamətlərdə hərəkət etməsi İranı vahid qərar vermə modelindən uzaqlaşdırır. Belə şəraitdə Vaşinqtonun iradəsi İran elitasının davranış çərçivəsini müəyyən edən əsas amilə çevrilir. Bu isə artıq təkcə siyasi deyil, həm də kognitiv parçalanma deməkdir. Yəni, İran elitasında reallığa və gələcəyə münasibətdə fərqli baxışlar meydana çıxır. Məhz bu nöqtədə məsələ Hürmüz boğazından da olduqca çox kənara yuvarlanır və mövzu İranın gələcək taleyi olur. Bəzi dırnaqarası ekspertlər ABŞ-nin İranda Venezuela, İraq, Liviya və ya Somali senarisi həyata keçirmək istədiyini söyləyirlər. Amma bu yanaşmalar olduqca primitivdir. ABŞ-nin İran kombinasiyası olduqca hiləgərdir. Pentagon başlanğıcda rejimi radikallaşdırmaq istəyirdi. Hazırda isə infrastrukturu və iqtisadi axınları nəzarət
qüvvə almağı planlaşdırır. İran rejiminin radikallaşdırılması, rejimə sədaqət konsolidasiyanı dağıtmaq üçün düşünülmüşdür. Artıq elan olunan atəşkəslə bu təmərküzləşmə təmayülü əks istiqamətə çevrildi. İranın infrastruktur mühasirəsinə alınması isə lojistikanı pozmaqla, maliyyə axınına sədd çəkməklə, funksional parçalanmanı sürətləndirməklə periferiyaları, xüsusən də etnik cəhətdən heterogen bölgələri Tehranın nəzarətindən çıxaracaq. Nəticədə İranın qarşısında yeni bir proses açılır. Rekonstruksiya yox, rekonfigurasiya. Rekonstruksiya yuxarıdan idarə olunan yenidən qurmadır. Biz bunu SSR-dən xatırlayırıq. Rekonfigurasiya isə daxili və xarici güclərin qarşılıqlı təsiri ilə sistemin yenidən formalaşmasıdır. Bu prosesdə isə əsas dinamika mərkəzlərindən biri və məncə birincisi Güney Azərbaycandır. Çünki İran daxilində həm demokratik, həm iqtisadi, həm də milli kimlik baxımından ən böyük potensial məhz bu bölgədə cəmləşib. Ona görə də İranın gələcəyini müəyyən edəcək əsas faktor Hürmüz boğazı deyil. Bu, gələcəyi müəyyən edən əsas mərkəz Təbrizdir.